Əməkdar artist Sadıq Saleh Bağırov məşhur filmdə rol almış aktyordur. Azərbaycan filmlərindən söz düşdükdə ağla ilk olaraq gələn ekran işlərindən biri olmasın bu olsundur. Xan dostu amandı qoyma gəldi, didarı yamandı qoyma gəldi. Vay vay deyəsən beşər deyil bu, bir şəklə uyan təhər deyil bu. Allahı sevərsən ər deyil bu, ər doğdu, qabandı, qoyma gəldi, didarı yamandı, qoyma gəldi. Üzeyir Hacıbəylinin eyni adlı musiqili komediyasının əsasında ərsəyə gəlmiş filmdə Mirzə Ələkbər Sabirin də obrazı canlandırılıb. Həmin rol Sadıq Saleh Bağırova tapşırılmışdı. Onun əsl adı elə Sadıq Bağırov olsa da, səhnədə aktyoru daha çox Saleh təxəllüsü ilə tanıyırdılar. Bu təxəllüsü ona görkəmli sənətkar Rıza Təhmasib verib. Dilimizdə tez-tez işlənən bir söz var: əməli saleh. Baxın, bu ad da həmin sözdən yaranıb. Mənası isə yararlı deməkdir. Yəni, Sadıq Bağırov da teatr və film sahəsi üçün yararlı, ən lazımlı şəxslərdən biri idi. Sadıq Saleh Bağırov daha çox Azərbaycan dram teatrında səhnəyə çıxırdı. O burada 50 ilə yaxın fəaliyyət göstərib. Aktyorun ən böyük arzularından biri Cəfər Cabbarlının Od Gəlini pyesindəki qorxmaz obrazını canlandırmaq olub. Lakin həmin vaxt teatrda bu rolun daimi aktyoru var idi. Söhbət İsmail Dağıstanlıdan gedir. Sadıq bəyin bu arzusunu eşidən İsmail Dağıstanlı bəhanə uyduraraq teatra getməyərək obrazı onun canlandırılması üçün şərait yaradıb. Sadıq Saleh Bağırovun filmlərdə də iştirak etdiyi barədə bir qədər əvvəl danışdım. Əməkdar artist Nəsimi filmində də epizodik rolda iştirak edib. Sadıq bəy daha çox ekran işlərinə dublyajçı olaraq dəvət alırdı. O Bəxtiyar, Uzaq Sahillərdə kimi filmlərdə əcnəbi aktyorların canlandırdığı obrazları səsləndirib. Roxanna